Deməli belə. Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Sizə Pütmüyütqanı radiatorunun arxasını, yəni nə vəziyyətdə yandığını göstərəcəm. Nə vəziyyətdədir, onu sizə göstərəcəm. Radiatoru görürsünüzmü? Arxa hissəsi görün necə yanıbdı, gedibdi. Yəni bu halda hamama quraşdırılarsa təhlükə yarada bilər. Yəni radiatorun yanınkı dəm dışarı çıxmaq əvəzinə, yəni içəriyə daxil olub, evə daxil olub. Yəni dəmi zəhərləyə bilər, yəni uydura bilər. Bu halların qarşısını almaqdan sarı biz bunun bu hissəsinə bir dəmir düzəltmişik, bu hissəsini bağlayacağıq. Yanan dəm, yəni düzgün qaydada çölə daxil olub geçsin. İndi biz onu göstərəcəyik. Bir də sizlərə bir dənə məsləhətim oldu ki, radiatorunda yəni bu vəziyyətdə olma səbəbi bilirsinizmi? Yəni görürsünüzmü? Getmə səbəbi qazın xodunun çox olmasıdır. Yəni heç kəsə deməsin ki, yəni bizdə elə şey olmur. Yəni qazın quyruğudur, xodunu alırıq. Xeyr, elə deyil. Qazda bəzən olur ki, qazlarda azalıb çoxalma olduğuna görə yəni qazı nizamlayıb tənzimləyə bilmirsiniz. Reduktor qoya bilərsiniz. Reduktorda qoysanız qazda təmiz azalma olsa, ola bilər ki, problemlə yaşaya bilərsiniz. Yəni suyu düzgün isidməyə bilər. Siz belə eləyə bilərsiniz. Pütmüyütqada həm də məsləhətim odur ki, yəni istəyirsinizsə çox qaynara da ehtiyac yoxdur suyun. Normativi 35, belə deyim, 38 dərəcə, 45 dərəcə, yəni kim nə qədər dərəcədə istəyirsə o dərəcədə qoya bilər. Amma normativi 45 dərəcə, 45-dən yuxarı ehtiyac yoxdur. Burada dərəcəni qoyanda həmişə yay rejimində yox, qış rejimində işlədim. Qış rejimində işlətməyiniz ondan sonra yaxşıdır ki, radiatorun bütün hər tərəfinə istilik dəyib. Yəni radiatorun ortası yox olmayacaq, yəni çökməyəcək, yanmayacaq. İstilik hər tərəfli dəydiyinə görə. Biz indi bu radiatorumuz görürsünüz də vəziyyətini göstərdiyim kimi bilirəm, görürsünüz. Yenə də göstərirəm. Biz belə bir dəmir vasitəsilə görürsünüzmü? Solaqlar qoymuşuq, yəni torbaya məşatçılıq etməsin. Bu hissəni görürsünüzmü? Yəni burada sərbəstçilik keçsin, rahat otursun yerində. Bir tanəsini də klonunu kəsmişik, sağlı solludur. Görürsünüz, sağlı sollu. Yəni torbada məşatçılıq etməsin deyə. Görürsünüzmü buranı? Burada sərbəst otursun deyəm bax. Keçiririk buranı. Dəmirin halvasına keçiririk. Maşın qaynı. Görürsünüzmü? Qəşəzənə və səliqəli. Bunların buralarına da şuruplar atılacaq. Görürsünüzmü? Bunlara şurup atılacaq, jentlerimiz vasitəsilə şurup atılacaq, amma reklamlardan sonra. Tamam mı? Sağ olun, özünüzdən müğayət olun, Allah'a emanet olun.